بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه أجمعين أما بعد. Möhtərəm qardaşlar, elhamdülillah Arafa gününün axşamı da artıq iftarı açdıq. Allah həmd olsun, şükürlər olsun. Və müsəlmanların iki bayramından birisi qarşısındayıq. Artıq Qurban bayramı astanasındayıq. Sabah Allah nəsib etsə, müvəffəq etsə Qurban bayramıdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm Mədinəyə gələrkən görür ki, insanlar, uşaqlar oynayırlar, sevinirlər və soruşur ki, sizin bu etdiyiniz nədir? Deyir ki, bizim bayramlarımızdır, biz onunla sevinirik. Allah Resulü sallallahu aleyhi və səlləm bu bayramları onlara xatırladır. Ramazan bayramını və həmçinin də Qurban bayramını. Və müsəlmanın həyatda ən gözəl, ildə ən gözəl iki bayramı var. Bir oruç tutduqdan sonra, Ramazan ayında bir ay oruç tutur və sonra bayram edir. Gözəl ibadətdən sonra. O da Ramazan bayramıdır və bugün də təsadüf etdiyimiz, Allah müvəffəq etsə, Qurban bayramının ərəfəsindəyik və artıq gözəl 10 günləri keçirdik. Allah hər birimizdən qəbul etsin. Kim onu xeyir üzərə keçirdisə, nə xoş onun halına. Çünki ilin ən gözəl günləri idi. Və artıq bugün Arafa günüdür. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-Həccu Arafə. Həc ərəfədir. Yəni, həc ərəfə günü əzəmətli gündür. Ona görə o gündə həcdə olmayanlar oruç tuturlar. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir il keçmiş və bir ildə gələcək günahlara kəffarədir, bağışlanmasına səbəbdir. Və bugünkü mövzumuz, istəyərdim ki, bayramın əhkamları var. Bayram gözəl bir ibadətdir. Dinimizdə buyurulan gözəl bir sünnədir və onun da gözəl əhkamları var, hər şeydə olduğu kimi. Birincisi, möhtərəm qardaşlar, bayram günün gecəsindən başlanılır təkbirlər gətirməyə. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, وَذْكُرُوا فِي أَيَّامٍ مَعْدُودَاتٍ Allahı zikr edin müəyyən günlərdə, hansı ki, bu günlər də o günlər. Necə zikr edirik? Allahu Ekber, Allahu Ekber, La ilahe illallahu, Vallahu Ekber, Allahu Ekber və lillahil hamd. Bunu səsli şəkildə demək. Birinci, xeyirli və gözəl əməllərdən ən birincisi odur ki, zikr edirik. Və bunu sünnəyə müvafiq olan odur ki, cəmaat şəklində yox, hər kəs özü özlüyündə səsini müəyyən dərəcədə qaldıraraq o zikirləri, bu xatırladığımız zikri təkrarlayırıq. Bu bayramın birinci əhkamlarındandır. Bayram gününün birinci gözəl əhkamlarındandır. Sonra bayram günündə edəcəyimiz əməllərdən qurban kəsməkdir. Və ondan öncə bəzi əməllərə toxunaq, hansı ki, bayram namazı qılırıq. Allah Resulü sallallahu aleyhi və səlləm bayram namazına çox önəm verərdi. Hətta qadınları belə çıxartmağı əmr edərdi. Qadınları, övladları, uşaqları o gün bayram namazına çıxartmağı əmr edərdi, tövsiyə edərdi. Çünki o gün sevinç günüdür, xeyir günüdür və o xeyrə ailəmiz də, ailələrimiz də, övladlarımız da bütün müsəlmanlarla bərabər iştirak etməsi xeyirli və müstəhəb bir əməldir. Təbii ki, qadınlar da
öz iffətini, öz giyimini qoruyaraq İslamın gözəl əhkamlarını, İslamın təsəttürünü qoruyaraq gözəl libasları ilə bayrama çıxmaları müstəhəbdir. Allah Resulü sallallahu aleyhi və səlləm başqa namazlara yox, yalnız bayram namazına da qadınları belə təşviq etdi. Onun üçün də əgər imkan varsa, şərait varsa, bu sünnəni tətbiq etmək gözəldir. Və bizim də, kişilərin də həmçinin bayram namazına çıxan hər bir müminin, müsəlmanın ilk öncə qüsül almalıdır. Ətirlənməlidir. Ən gözəl paltarlarını giyinməlidir. Çünki müsəlmanın 2 bayramından birisidir. Gözəl təmizlənmək və ətirlənmək və ən gözəl libaslarımızı giyməliyik. Ən xeyirli gündür. Fəzilətli 10 gündən sonra bayram gününü gözəl şəkildə haram olmadan, haramlara qədəm qoymadan gözəl bir şəkildə, halal bir şəkildə bayramı keçirməliyik. Və bayrama çıxarkən də gözəl libaslarımızı giyinməliyik. Sonra bayram namazına gedərkən Allah Resulü sallallahu aleyhi və səlləm bir yoluna gedərdi, başqa bir yoldan qayıdardı. Nə üçün? Ona görə ki, çox insanlarla qarşılaşsın, onlara salam versin, bayramı hiss etdirsin insanlara. Və sonra bayram namazından sonra salamlaşmaq, təbrikləşmək, bu da gözəl bir əməldir. Müsəlmanlar bir-birlərinə görüşməsi, bir-birlərini ziyarət etməsi, bir-birlərinin halının, əhvalını öyrənməsi, xəstələri ziyarət etmək, ehtiyaclı insanlara yardım etmək, bunlar hamısı dinimizdə buyurulan xeyir əməllərdəndir və onları bayram günü etmək müstəhəbdir, sünnətdir. Sonra, möhtərəm qardaşlar, bayram günü edəcəyimiz gözəl əməllərdən birisi də qurban kəsməkdir. Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ Namaz qıl, qurban kəs. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kimin imkanı çatarsa və qurban kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın. Bizdən uzaq olsun. Ona görə heç zaman tərəddüd etmə. İmkanın varsa, Allah üçün qurban kəs. Qurban əzəmətli bir ibadətdir. Çox insanlar ona səhlənkar yanaşır. Bir borcum var, imkanım yoxdur. Ancaq elə bir şeylərə pul tapır ki, çox asanlıqla 300-400 manatı bir saat, yarım saatin içində tapır və işlərini görür. Ayaqqabı almalıdır, paltar almalıdır. Hani qurbana gələndə deyir, borcum var, xərcim var, ehtiyacım var. Çünki şeytan qoymur ona. Qoymur ki, Rəbbinə yaxınlaşsın. Çünki qurban insanı Allaha yaxınlaşdırır. Allah subhanahu ve teala səni yaxınlaşdırır. Ona görə şeytan istəmir sən Allaha yaxınlaşasan. Hətta mömin qardaşlar belə görsən tərəddüd edirlər. Bütün borcları yadına düşür. Bütün problemləri yadına düşür. Necə ki insan namazda olarkən bütün problemlər yadına düşür. Qurban gələn kimi də bütün borclar, xərclər, problemlər hamısı yada düşür. Ancaq başqa bir məsələ gələndə dünya məsələsi heç uf demədən onu edirlər. O düşünməliyik ki, bu şeytanın bizə bir hiləsidir. Şeytanın bizə həmişə etdiyi bir düşmənçiliyidir, möhtərəm qardaşlar. Ona görə qurban kəsməkdə tərəddüd etməyin. Vallahi o ruzini verən Allahdır. Düşün ki, sən o Allah üçün kəsirsən. İldə bir dəfə Rəbbinə qurban kəsirsən. O Rəbbinin ona ehtiyacı yoxdur. Rəbbimizin ona ehtiyacı yoxdur, vallahi ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız var. Nə deyir, onun ətindən, heç nəyindən Allaha çatmaz. Yalnız onun
savabı insana qalır. Ona görə fürsətin varsa, az da olsa imkanın varsa, sıxışdır, qurbanını kəs, Allaha yaxınlaş. Çünki ayət-i kərimədə də buyurulduğu kimi فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ Namaz qıl, qurban kəs deyə Rəbbimiz bizlərə buyurur. Namaz qıldığımız kimi qurban da o bir ibadətdir və gözəl bir ibadətdir. Ən gözəl ibadətlərdəndir. Ona görə bu əmələ riayət etməliyik, bunu gözəl şəkildə yerinə gətirməliyik. Ki, bəlkə qəbul olundu, bəlkə Allaha yaxınlaşmamıza səbəb oldu. Və düşünün ki, möhtərəm qardaşlar, vallahi bir insan, bir mömin, bir insan bir şeyi ürəkdən istəyərsə, xalis, ixlasla, səmimi qəlblə bir şey istəyərsə, vallahi ona müvəffəq olar. Öncədən insan niyyət etməlidir ki, qurban kəsməyi, onu sevərək, Allahım müvəffəq et, o əzəmətli ibadəti mən də edim. Səcdədə bir dua etdin mi? Yalvardın mı Rəbbinə? Böyük bir pul deyil, mal deyil, Allah üçün xərclədiyin. İldə bir dəfə. Ona gözəl bir niyyət lazım. Gözəl bir istək lazımdır ki, Allah ona müvəffəq etsin səni. Əgər müvəffəq etmirsə, deməli məhrumsan. Məhrumsan. Bəli, ola bilər insanın imkanı yoxdur, kəsə bilmir, üzürlüdür, bu məqbuldur. Ola bilər, hər bir insanın bir çətinliyi, sıxıntısı var. Onlar üzürlüdür, onlar kəsə bilmirsə, onların üzərinə vacib deyil. Necə ki, həc ibadəti hər kəsə vacib olmadığı kimi, bu da. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm necə buyurdu hədisində? Kimin imkanı çatarsa və kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın. Düşünün, necə gözəl çatdırır Allah Resulü bizlərə. İmkanı olanlar üçün. Bəli, ona görə də insan fürsətdən istifadə edib bahanə gətirməməlidir. İmkanın varsa tərəddüd etmə və hər bir Allah üçün olunan bir əməl, necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, فَهُوَ يُخْلِفُ O onun əvəzini verəcək. Rəbbimizin də əvəzi misilsizdir, sayısız, hesabsızdır, böyükdür. Bizim düşündüyümüz kimi deyil. Ona görə möhtərəm qardaşlar, xeyir əməllərdə yarışmalıyıq. Necə ki, Quran-ı Kərimdə Rəbbimiz bizlərə tövsiyə edir. Səbiqu bil xayrat Xeyir işlərdə yarışın. Xeyir əməllərdə yarışın. Hər mövsümün öz xeyir əməli var. Hər mövsümdə bizlərə buyurulan xeyir əməllər var. Ramazanda oruç tutmaq, qurbanda qurban kəsmək və hər bir mövsümdə gözəl ibadətlər var. Ona görə şeytana qapı açmamalıyıq. Sonra bayram günündə ən gözəl edəcəyimiz xeyirlərdən birisi də möhtərəm qardaşlar, son olaraq bunu da xatırlayayım ki, küsülü qardaş bacılarımız, qohumlarımız, qonşularımız varsa çalışmalıyıq ki, bir-birimizlə o küsülülükləri, o arada olan kini, küdrəti aradan qaldıraq. Əgər aradan qaldırmazsaq, deməli biz hazırlaşmamışıq. Rəbbimizə layiqincə təslim olmamışıq. Çünki qəlbini boşaltmalısan. İnsan mömin görüşdüyü zaman, qardaşını sıxdığı zaman onun günahları tökülməlidir. Rahatlamalıdır. Kini, küdrəti, həsədi, ona olan buğdu, qəlbində ona olan hər bir şeyi atmalıdır. Bu bayram günləri onun üçündür. Onun üçün təzələnməlidir, yenilənməlidir insan. Özünü düzəltməlidir. Əgər bu günlər, bu xeyirli günlər ona təsir etmirsə, deməli, onda qəlb bağlıdır. Qəlb daşdaşıb.
Qəlbinin islaha ehtiyacı var. Hər bir xeyir mövsümündə yenilənməliyik, möhtərəm qardaşlar. Necə ki, sonda alimlər buyururlar ki, ən təhrisə alə əl-ə'məlil birri vəl-xeyr. Xeyir işlərə çalışmalısan bu günlərdə. Min silətir rahim. Birincisi, qohumluq əlaqələrini birləşdirmək. Bu bayram günündə bütün qohumlarını ziyarət et. Hətta onlar səndən üz döndərsələr belə. Get qapılarını döy. Bu əzəmətli günü onlar da hiss etsinlər və bilsinlər ki, İslamın nə gözəl günləri var. Və müsəlmanlar, insanlar o gündə xeyir işlər görürlər. O xeyir işlərin başında da qohumluq əlaqələrini birləşdirmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Leysəl vasilu bil mukafi. Qohumluq əlaqəsini birləşdirən o kəs deyil ki, onun qapısını açırlar, o da onun qapısını açır. Bu borcdur. O edir, sən də edirsən. Onu cahil də edir. Heç qohum olmasın. Adi bir insan belə sənə yaxşılıq etdiyin zaman sən də ona yaxşılıq etməyi düşünürsən. Ancaq Allah Resulüne buyurur وَلَكِنَّ الْوَاصِلَ الَّذ۪ي اِذَنْ قَطَعَ وَصَلِ Əsl qohumluq əlaqəsini birləşdirən o kəsdir ki, ondan üz döndərirlər, o birləşdirir. İzən qata'a, yəni kəsir ondan. Qohumluq əlaqəsini kəsir, o isə birləşdirir. Əsl qohumluq əlaqəsi belə olur, möhtərəm qardaşlar. Bu gündə də, bu bayram günündə də sabah biz onları etməliyik. Onları etməliyik ki, o xeyir əməllər artıq bayramın gözəlliyini göstərir. O günlərin gözəlliyini göstərir. Və sonra ziyaratul əqarib, qohumları ziyarət etmək, valideynləri ziyarət etmək, xəstələri ziyarət etmək. Hansı ki o xəstələr ki, gəzə bilmirlər, gedə bilmirlər, sən get onların qapısına. Get onları sevindir. Onlara bir az da balaca da olsa hədiyyə al. Bayramın gözəlliyini onlara da yaşat. Uşaqları sevindir, övladları sevindir və övladlar hiss etsin ki, İslam dini nə gözəldir. İslam dininin nə gözəl qayda qanunları var, nə gözəllikləri var. İslam dininin nə gözəl günləri var. Sevsin İslamı. Hər zaman eşitir ki, qonşuda ad günüdür, filan kəsdə toydur, filan kəsdə bayramdır, Novruzdur, odur, budur, bütün bunları eşidir uşaq. O da istəyir onu etməyə. Ancaq sən bu iki günü də ona gözəl yaşatmazsan, onu bütün məhrum etmiş olarsan. Onu elə bu günləri elə yaşat ki, o İslamı sevsin. Cahil günləri yox. Dinimizdə buyurulmayan günlərə meyil etməsin. Sən bunları layiqincə yaşatmazsan, vallahi o günlərə meyil edər. O günləri yaşamaq istəyər. İnsan uşaqdır, qanmır. Ona görə İslamın gözəlliklərini, gözəl günlərini gözəl yaşatmaq olar. Hədiyyə almaq, onları gəzməyə aparmaq, onlara imkan varsa onlara libas almaq gözəl, onları bayrama çıxartmaq, onlar üçün gözəl bir süfrə açmaq. Basit bir şeylərdir, hər kəs bunu edə bilər. Yüngül də olsa, az da olsa et. Ən azından onu onlara yaşat ki, hiss etsin ki, bugün bayram günüdür. Müsəlmanın bayramıdır. Gözəl bir gündür. Sonra qəlbini təmizlə. Bütün müsəlmanlara qarşı içində olan bütün kinini, nifrətini, pisliyini hamısını at çölə. Təmizlə. Təmizlənmək günüdür bayram günü. Ondan sonra bayram günü kasıblara, yetimlərə, şəhid ailələrinə, övladlarına, ehtiyaclı insanlara əl tutmaq günüdür. Onlara yardım etmək günüdür. Onlara bu gözəlliyi hiss etdirmək günüdür. Ən əsası da müəllim buyurur ki, alimlər buyurur ki, idxal-i surur
insanlara sevinci daxil etmək, insanlara sevinç vermək, sevinci yaşatmaq, hər gördüyün insanı sevindirmək. Xüsusən uşaqlardan başlayaraq o gündə sevinç günü yaşamaq. Valideynlərinə qarşı, qonşularına qarşı, qonşuları gördün, onları bayramını təbrik et, onlarla gözəl davran və hər kəs hiss etsin ki, İslamın gözəl bir günü var, gözəl günləri var. Müsəlman o günləri keçirir. Haramlara əl atmadan gözəl şəkildə onları keçirir. Allah subhanahu wa ta'ala hər birimizə bu gözəl günləri keçirməyə müvəffəq etsin. Allah subhanahu wa ta'ala hər birimizi eşidib faydalanlardan etsin. Allah subhanahu wa ta'ala müsəlmanları hər zaman izzətdə etsin. Allah subhanahu wa ta'ala hər birimizi gözəl dini üzərində sabit etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.